müəllim övladını bıçaqlamaq istəyən ananın qarşısına alarkən yaralanıb. Özət deyək, bir ana övladını bıçaqlamaq istəyib, nə desə müəllim də orada olub və ananın əlindən tutanda o bıçaq ona dəyib. Normalda görmüşük ki, Bəlkə uşaq ananı bıçaqlayar da. Niyə Fərid? Çünki Uşaqda şeydə var da əvvəlki potensial, bölümlərdə deyirik, ananı atanı döymək. döymək. Ki bezir, döymək maraqsız gəlir, şaq-şaq. Müəllim uşağı bıçaqlayanda anası yaralanır. Ata uşağı polunu bıçaqlayır. Ya da Müəllim- uşaq müəllimi bıçaqlayanda ana girərdi araya, yaralanardı. Ya da ana müəllimi. Hətta uşaq Çox girər. kombinasiyalar. Hə. Bəlkə uşaq testlərin arxasını cırmayıb deyə Nə bıçaqlamaq istəyir. Nəyin? Uşaq testlərin arxasını cırmayıb cavabları. Ana Yox, onda müəllim əsəbləşir. bıçaqlayardı. Yox, bir dəqiqə, özdə müəllim uşaq gildə olubdu ki, Yox, Hazırlığa gedib də. Yox, ana onda sinifdə olub bu sinifdə hadisə. olub. hə. Sinifdə Ana bıçaq girib nə gəzir? sinifə. Onda ad günü üçün. Bəlkə belə Kiminsə olub. ad günü olub. Yo, yo, Kiminsə ad bəlkə- günü olub, tort gəlib. Bəlkə belə olub. Ana girib sinifə, müəllim ona deyib ki, sənin uşağın oxumur, nə bilim nə dediyi yerdə, Hə. ona da bilməyib nə etsin. Çıxardıb Hardan soxarda çıxardı? müəllim Valideyn deyib. iclası. Eləmə, zad Bıçaq deyəndə harda deyil. gəzir? Anan sustalı çıxardıb. Ana cibinə bəlkə eləyib. gizlincə Anan haric. özündən gətirib. Bəs necə olub? Belə bıçağı atıb ana Bilmirik də. Valideyn iclası olubsa uşaq yanında olub məsələn. Analar həqiqətən uşaqları uşaqları bıçaqlamayın. bıçaqlamayın. Burada Ən da. azından öz uşağınızı bıçaqlamayın. da. Yəni Məncə tamam vurun. çöldəki. Başqa uşaqlar da bıçaqlamayın. Analar uşaqlarınızı bıçaqlamayın. Anta Kloska.